Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ilin iyul ayında 2-ci, 3-cü qruplar üçün keçirilmiş qəbul imtahanının suallarıdır tarix fənnindən. Burada birinci sualda dövlətlər arasında olan döyüşləri müvafiq olaraq müəyyən edin tələbi qoyulur. Bu formalı test tapşırıqlarında əsasən X, Y koordinat okları üzərində olan kəsişmə nöqtələrinə uyğunluğu tapırıq. Məsələn, 1-ə diqqət eləsək, Osmanlı dövləti ilə Teymurlər dövləti arasında Çaldıran döyüşü olub-olmadığını dəqiqləşdirir. Burada belə deyil, təbii ki, Çaldıran döyüşü Teymurlərlə yox, Osmanlı Səfəvi arasında olub. 1 burada yanlışdır. 1 artıq yanlış olduğu üçün biz 1-in olduğu cavabları ixtisar eləyirik ki, işimiz daha da asanlaşsın. Sonra Böyük Səlcuq İmperiyası və Bizans arasında Malazgirt döyüşü 1071-ci ildə olub. Bu döyüş doğrudan da iki dövlət arasında olubdur. Bizansın məğlubiyyəti ilə başa çatıb. 2 doğrudur və 2-nin olmadığı bəndlərin üstündən xətt çəkib ixtisar eləyirik ki, işimiz daha da asanlaşsın. Artıq bizim şansımız burada demək ki, %40-a düşdü. Ya A ya da ki E bəndləri doğru cavabdır. Fransa və Çexiya arasında Poitiers döyüşü baş verməyib. 100 illik müharibə daxilində olan 1356-cı ildə olan döyüşdür. Fransa ilə İngiltərə arasında olmuşdur. Ona görə 3 burada doğru deyil. Çexiya heç uyğun deyil. 3-ün olduğu cavabın da üstündən xətt çəkirik. Artıq bizim doğru cavabımız burada A bəndi hazırdır. Amma işin daha da dəqiqləşdirməkdən ötürü digər hissələrə də baxmaq məqsədə uyğundur. Məsələn, Osmanlı İmperiyası və Səfəvilər dövləti arasında Niyazabad döyüşü demək olubdur. 1578-ci ildə olub bu döyüş. Bu doğrudan da uyğundur. 4'ü onsuz biz götürmüşdük. Sonra bir də Böyük Səlcuq İmperiyası ilə Qəznəvilər arasında 1040-cı ildə Dəndənəkan döyüşü baş vermişdi. Bu da doğru cavabdır. 2, 4, 5. Növbəti sualımız Xəzər Xaqanlığı və Sacilər dövlətinin Euler-Venn diaqramı üzərində uyğunluğu tələbidir. Deməli, burada 1-ə diqqət eləsək, 10-cu əsrin birinci yarısında süqut etməsi bu Xəzər Xaqanlığına aid deyil. Çünki Xəzər Xaqanlığı bildiyimiz kimi 965-ci ildə süqut eləyib. Bu da 10-cu əsrin ikinci yarısıdır. Sacilər dövlətinin süqutu isə demək 941-ci ildir. 941-ci ildir. Ona görə 10-cu əsrin birinci yarısına bu düşür. 1 burada demək Sacilər dövlətinə aid oldu. 2 Ərəb xilafəti ilə müharibə aparılması. Xəzər Xaqanlığı da Ərəb xilafəti ilə müharibələr aparıb. Bələncər döyüşlərini bura misal çəkə bilərik. Sacilər dövlətində də Yusif ibn Əbu Sacın xilafətə göndərdiyi xəracı dayandırdığı üçün ərəblərin hücumu baş vermişdi. Onlara qarşı mübarizə aparıb. Ona görə 2 burada demək ki, ortaqdır. Paytaxtlarının Marağa və Ərdəbil olması bu Sacilər dövlətinin paytaxtıdır. Ona görə 3-ü biz Sacilər dövlətinə əlavə eləyirik. Sonra Kiyev dövlətinin hərbi qüvvələrinin yürüşü nəticəsində süqut etməsi. Bu bildiyimiz kimi elə 965-ci ildə Xəzər Xaqanlığına Kiyev Rus dövləti tərəfindən son qoyulmuşdu. 4 1-ə aid oldu. Siyasi varlığına 10-cu əsrin 60-cı illərində son qoyulması elə 965, 10-cu əsrin 60-cı illəri etdiyi üçün bu Xəzər Xaqanlığına 5-i də əlavə eləyirik. Ona görə bizim doğru cavabımız 1-ə 4, 5. Deməli, A deyil burada, C deyil, E deyil. 1-ə 4, 5, 2-yə 2 və 3-ə 1, 3. Doğru cavabımız artıq bizim alındı. Burada B bəndi doğru cavabdır. Deməli, 3-cü sualımız qədim Misirə və Mannaya aid ümumi cəhət tələbi soruşulur. Biz burada diqqət edirik ki, ümumi ortaq cəhəti tapa bilək. A bəndində Əhəmənilərin hücumuna məruz qalmaları. Əhəmənilər dövləti eramızdan əvvəl 550-ci ildən 330-cu ilə qədər mövcud olub. Bu zaman Manna dövləti artıq yox idi. Ona görə bu qədim Misirə aid ola bilər.
ancaq Mannaya aid deyil. Ehramların və Sfinksin inşası. Ehramlar qədim Misir tarixinə aiddir, Mannada yoxdur. Ona görə B bəndini götürmürük. Hetlərə qarşı müharibə aparılması, 2-ci Ramzesin Hetlərə qarşı hücumlarını yadda qalıbdır. Ona görə ancaq Misirə aiddir, Mannada yoxdur. Papirusdan yazı materialı kimi istifadə edilməsi qədim Misir tarixinə aiddir, Mannaya aid deyil. Yazıda heroqliflərdən istifadə edilməsi isə hər iki dövlətə aiddir. Həm qədim Misirdə, həm Mannada heroqlif yazıdan istifadə olunub. Həmçinin Mannada mixi yazıdan da istifadə olunub. Ona görə doğru cavab burada E bəndidir. Uyğunluğun müəyyən edilməsi tələbi qoyulan bir test tapşırığıdır. Heydər Əliyevin ikinci prezidentlik dövrü nəzərə alınır. Heydər Əliyevin ikinci prezidentlik dövrü biz bilirik ki 1998-ci ildən 2003-cü ilə qədər dövrü əhatə eləyir. Həm də bu birinci hissə və ikinci hissədə xarici iqtisadi əlaqələr burada nəzərdə tutulur. Xarici iqtisadi əlaqələr, burada isə xarici siyasi əlaqələr. Bu məsələlərə diqqətlə yanaşmaq lazımdır. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri barədə sazişin imzalanması bu doğrudan da 1999-cu ildə olubdur. Bu xarici iqtisadi əlaqədir. Ona görə bunu A-nı götürə bilərik. Sonra B, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması bu xarici iqtisadi əlaqədir. Ancaq Ərzurum qaz kəməri deməli 2007-ci ildə istifadəyə verilib. Bu İlham Əliyevin hakimiyyət dövrünü əhatə etdiyi üçün B doğru cavab deyil. Sonra C bəndində Azərbaycan Respublikasının MDB-yə daxil olması. MDB-yə daxil olması 1993-cü ildir. Bu həm iqtisadi tədbir deyil, siyasi tədbirdir. Bir, ona görə yanlışdır. Bir də Heydər Əliyevin heç birinci prezidentlik dövrünə də düşmür. Çünki MDB-yə daxil olma 1993-cü ilin sentyabrıdır. O zaman Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri idi. Heç prezident deyildi. Hələ oktyabrda seçiləcək. Deməli, burada artıq 1-ə A olmayan bəndləri biz ixtisar eləyə bilərik. Məsələn, C B ilə başladığı üçün olmaz. E-ni də həmçinin götürürük. Sonra ikinciyə baxırıq. Xarici siyasi əlaqələrə diqqət edirik. Heydər Əliyevin ikinci prezidentliyi dövrü və xarici siyasi əlaqələr. Məsələn, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olması. Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv kimi 2001-ci ildə qəbul olub. Bu həm də siyasi demək ki, əlaqədir. Ona görə deməli 2-yə biz A-nı götürə bilərik. Azərbaycanın NATO Parlament Assambleyasına üzv qəbul olması, bu məsəl üçün NATO Parlament Assambleyasına üzv qəbul olması əslində bu 2002-ci ildir. Assosiativ üzvlükdür 2002-ci ildə. Bu da Heydər Əliyevin demək xarici siyasətinin demək ki, dövrünə düşür. Yəni ikinci prezidentlik dövrünə düşür. Burada da B-ni doğru cavab kimi götürə bilərik. Azərbaycanın ATƏM-ə üzv qəbul olması isə 1992-ci ildir yayında. Bu da Heydər Əliyev dövrünə düşmür. Deməli, doğru cavabımız oldu 1A, 2AB, 1A, 2AB. O da bizim burada D bəndini doğru cavab kimi götürəcək. 5-ci sualda xronoloji ardıcıllığın müəyyən edilməsi tələbi qoyulubdur. Makedoniya qoşunları tərəfindən Yunan şəhər dövlətlərinin asılılığına son qoyulması bu eramızdan əvvəl 338-ci ildə Xeroneya döyüşü olubdur. Qədim Afinada strateglərin seçilməyə başlaması eramızdan əvvəl demək 6-cı əsrin sonunda biz bunu götürə bilirik. Yəni o tarixə təsadüf eləyir. Qədim Afinada yoxsul vətəndaşlara bütün dövlət vəzifələrini tutmaq hüququnun verilməsi isə bu da Periklin hakimiyyət dövrüdür. O da eramızdan əvvəl 443-cü ildən 428-ci ilə qədər 15 il müddətində strateji olubdur. Onun dövrünə təsadüf edir. Ardıcıllıq eramızdan əvvəl olduğu üçün böyük rəqəmdən kiçik rəqəmə doğru hərəkət edirik. 2, deməli 3, 1. 2, 3, 1. 2, 3, 1 bizim burada B bəndimiz doğru cavabdır. Sacı hökmdarı Yusif ibn Əbu Sac və Qaraqoyunlu hökmdarı Qara Yusifin fəaliyyətlərinə aid ümumi cəhət. Yeni sülalənin əsasının qoyulması. Qara Yusif
yeni sülalənin əsasını qoymayıb, həmçinin Yusif ibn Əbsaz yeni sülalənin əsasını qoymayıb. Çünki Yusif ibn Əbsazın atası Əbusaz Divdat yeni sülalənin banisi idi. Bayram Xoca da Qaraqoyunlu sülaləsinin banisidir. Ona görə A doğru deyil. Yeni dövlətin əsasının qoyulması. Yusif ibn Əbusaz yeni dövlətin əsasını qoymayıb. Onun qardaşı Məhəmməd ibn Sac tərəfindən 898-ci ildə dövlət qurulub. Qara Yusif amma yeni dövlət qurub. Buna görə bu bizə ümumi cəhətdə soruşduğu üçün biz burada B-ni götürə bilmirik. Şirvanşahlar dövlətinin asılı hala salınması. Bildiyimiz kimi Yusif ibn Əbsaz Sacilər dövlətinin hökmdarı olduğu müddətdə bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdiribdir, həm də ilk hökmdardır. Ona görə Şirvanşahlar da tabe edilmişdi. Qara Yusif də 1412-ci il Kür çayı sahilindəki döyüşdən sonra Şirvanşah 1-ci İbrahimi məğlub eləyir və asılılığa salır. Bizim doğru cavabımız burada C bəndidir. D-də idarə etdikləri dövlətlərin Hülakilərin süqutu nəticəsində yaranmaları bu qəti doğru deyil. Çünki Hülakilər dövləti 1258-dən 1357-yə qədər olub. Qaraqoyunlu dövləti isə 1410-da yaradılıb. Sacıq dövləti isə bu dövrdə mövcud deyildi. Xilafətə qarşı müharibə aparmaları. Xilafətə qarşı müharibə aparan Yusif ibn Əbsazdır. Qara Yusifin dövründə heç xilafət anlayışı artıq bitmişdi, yox idi. Doğru cavabımız burada 1C bəndi idi. 7-ci sualda səbəb-nəticə əlaqələrinin düzgün verildiyi variantın müəyyən edilməsi tələbi qoyulub. Amma diqqət edirsinizsə, çərçivə içərisində isə hadisə nəticələr soruşulur. Eybi yox, biz bu testi müəyyən edə bilərik. 1-də Molla Həsənli adlı yerdə Qızılbaşların qələbə çalması. Bildiyimiz kimi Molla Həsənli döyüşü 1578-ci ildə Səfəvilərlə Krım qüvvələri arasında olub. Krım xanlığı da Osmanlı dövlətinin vassalı idi. Dərbənddən başqa bütün Şirvan torpaqları azad edildi. Bu doğrudur. Yəni Səfəvilərin qələbəsindən başa çatmışdı. Bir doğrudursa, birin olmadığı cavablar təbii ki, səhv olacaq. Qapalı sualların bu xüsusiyyətləri sualları yazmaq üçün asanlıq verir, yəni kömək eləyir. 2. Səfəvilərin İngiltərə ilə əbədi dostluq haqqında müqavilə bağlaması. Bu 1621-ci ildə olubdur və bu Portuqallardan Hörmüz limanı almaq üçün imzalanmış bir müqavilə idi. Çuxursəd vilayəti Osmanlıların əlinə keçdi. Bu doğru deyil. Təbii ki, burada hadisə nəticə əlaqələri pozulubdur. 2 olmaz. 2-nin olduğu demək ki, bənd təbii ki, yanlışdır. Bizim doğru cavabımız yenə öz-özünə alınmağa başladı. Burada D bəndi 1-4 doğrudur. Amma digərlərinə də nəzər yetirsək, məsələn, 3-cüdə Osmanlı qoşununun Buğurt qalası yaxınlığında qalib gəlməsi, birincisi Buğurt qalası yaxınlığındakı Osmanlı qalib gəlməyib, məğlub olubdur. Xorasanla da Buğurdun, yəni Şirvan ərazisində olan ərazinin heç bir əlaqəsi yoxdur. 3 yanlışdır. 4-də 1639-cu ildə Qəssəşirin sülhünün imzalanması doğrudan 17-ci əsrdə Səfəvi Osmanlı müharibələrinin bu mərhələni başa çatdırdı. Yəni doğru cavabımız 1-4 idi. 8-ci sualda xəritə üzərində işləmək tələb olunur. 1860-cı il Pekin müqaviləsinə görə Fransaya təzminat verməli olan Asiya dövlətini soruşur. Deməli, burada Pekin müqaviləsindən və 1860-cı ildən söhbət gedirsə, avtomatik olaraq yada Triyək müharibələri düşür. Həmçinin 2-ci Triyək müharibəsi 1800 deməli 56-cı ildən 1860-cı ilə qədər olub və nəticədə demək İngiltərə ilə Fransa qalib gəlirlər. Pekin müqaviləsi imzalanır. Pekin müqaviləsinə görə Çin dövləti Fransaya təzminat tək Fransa yox, həm də İngiltərəyə verir. Düzdür, burada İngiltərə tələb olunmur. Yalnız Fransa ilə təzminat verməli olan dövlət soruşulur. O da Çin dövlətidir. 4 burada Çin ərazisini bildirir. Doğru cavabımız bizim burada E bəndidir. 9-cu sualda Şah 1-ci Təhmasibə və Şah 1-ci Abbasa aid ümumi cəhətlər soruşulur. Osmanlılarla sülh müqaviləsi imzalanması ikisinə də aiddir. Çünki 1555-ci ildə Amasya sülhünü Osmanlı ilə 1-ci Təhmasib imzalayıb. Şah Abbasın dövrünə də Osmanlı ilə 3 dənə müqaviləni misal çəkə bilərik. Onun biri 1-ci İstanbul 1590, ikincisi 2-ci İstanbul 1612, üçüncüsü də 1618-ci ildə Mərənd sülhüdür. Bu deməli hər ikisinin ortaq cəhətidir. Tamğa vergisinin ləğv edilməsi 1-ci Təhmasibə aiddir, təbii ki, Abbasa yox. Bildiyimiz kimi 1565-ci ildə Tamğa vergisi
ləğv olunmuşdu Təhmasib tərəfindən. Paytaxtın dəyişdirilməsi. Paytaxt hər ikisinin dövründə dəyişdirilib. 1555-ci ildə paytaxtı Təbrizdən deməli köçürdür Qəzvinə birinci Təhmasib. Birinci Şah Abbas da Qəzvindən paytaxtı köçürür İsfahana. Bu da 1598-ci ili. Yəni bu da ikisinə aiddir. 1-3 bizim demək ki doğru cavabımızdır. 4 Baltik dənizinə çıxış uğrunda mübarizə ümumiyyətlə Səfəvi dövlətinin Baltik dəniz sahillərinin heç bir əlaqəsi yoxdur. Birbaşa yanlış cavabdır. Bizim doğru cavabımız D bəndidir. 1-3. 10-cu sualda Səlcuqların gəlişinin Azərbaycan üçün nəticəsi. Təbii ki, burada Səlcuqların Azərbaycana gəlişinin müsbət nəticəsi nəzərdə tutulmuş olacaq. Xostaq sahiblərinin müstəqil hakimlərə çevrilməsi. Xostaq ümumiyyətlə Sasanilər dövrünə aid olan torpaq mülkiyyət formasıdır. Bu dövrə aid deyil. Bizansla ittifaqın bərpa edilməsi. Azərbaycanın Bizansla heç vaxt Azərbaycan dövlətlərinin əlaqələri olmayıb. Daha doğrusu dostluq əlaqələri olmayıb. Tiflis müsəlman əmirliyinin meydana gəlməsi bu xilafətin zəifləməsi nəticəsində yaranmışdı. 8-ci əsrin 30-cu illərində bu da uyğun deyil. İtirilmiş dövlətçiliyin bərpa edilməsi Səlcuqlarla əlaqəli deyildi. Ərəb xilafətinin zəifləməsi və parçalanması nəticəsində Şirvanşahlar, Sacı, Saları və yaxud digər dövlətlərin yaranması onunla bağlıdır. Bu da doğru cavabımız deyil. Oğuz türklərinin Cənubi Qafqazda əsas etnik və siyasi amilə çevrilməsi bu doğrudur. Niyə görə? Çünki Səlcuqlar hələ Səlcuq dövləti qurulmazdan əvvəl Oğuz türkləri Rəvadilər dövlətinin ərazisində məskunlaşmışdı. Deməli 1028-ci ildə, daha sonra isə Şəddadilər dövlətinin dövründə 1030-cu illərdə gəlib məskunlaşmışdılar. Oğuz türkləri tərəfindən qurulan demək Səlcuq dövləti artıq Cənubi Qafqaza yürüşü zamanı 1054-dən etibarən bu ərazilərdə hakim olmağa başladı. Bu da xarici, yəni xaçlılara qarşı mübarizəni asanlaşdırdı. Qısacası Oğuz türkləri Cənubi Qafqazda əsas etnik və siyasi amilə çevrildi. Xronoloji ardıcıllığı müəyyən edilməsi tələbi var 11-ci sualda. Padşah Aşoka tərəfindən bütün Hindistanın birləşdirilməsi, deməli eramızdan əvvəl 3-cü əsrin, deməli 3-cü əsrin sonudur. 3-cü əsrin sonu. Fiv şəhərinin Misirin paytaxtına çevrilməsi bu eramızdan əvvəl 2-ci minillikdir. Buralarda diqqət eləyir. Çünki minilliklə əsrləri səhv salmayaq. Sonra 3-də Hindistanda ən qədim şəhərlərin meydana gəlməsi eramızdan əvvəl 3-cü minillikdir. Yəni deməli Harrappa şəhərini misal çəkə bilərik. Bu 3-cü minillik. Ondan sonra Çində dəmir emalına başlanması eramızdan əvvəl 6-cı əsrdir. İndi biz burada minillikləri qabağa gətirəcəyik. Ən birinci olar Hindistanda deməli 3-cü minilliklə, yəni 3 birinci başlayacaq. 3 birinci başladığı üçün biz digər bəndləri ixtisar eləyirik. 3-ün olmadığı bəndləri. Deməli 3-dən sonra gələcək artıq 2-ci minillik 3, 2, 3, 2, 4, 1. 3, 2, 4, 1 B bəndi bizim doğru cavabımızdır. 12-ci sualda Cənubi Qafqazda 1831-ci ildən tətbiq olunan yeni qaydaların 1821-ci ildə tətbiq edilmiş güzəştli ticarət tarifindən əsas fərqini soruşur. 1831-ci il ticarət tarifi yasaqlı tarif kimi də tanınırdı. Bu tarif əslində Avropadan gətirilən malların üzərinə demək ki, kəskin şəkildə çoxlu vergilər qoyulurdu. Həmin malların 3-cü dövlətə aparılması və pərakəndə satılması qadağa olunurdu. 1821-ci ildə tətbiq edilmiş güzəştli tarif isə ticarət tarifi Avropadan gətirilən malların yalnız 50%-dən, yarısından demək ki, rüsum alınırdı. İndi burada doğru cavabın nə olduğuna diqqət edək. A. Rusiya tacirləri üçün verilən imtiyazların aradan qaldırılması nəzərdə tutulurdu. Təbii ki, burada belə bir şey yox idi. B. Cənubi Qafqazda istehsal edilən manufaktura məhsullarının Osmanlı dövlətinə ixracı nəzərdə tutulurdu. Bu da doğru cavab deyil. C. Qərbi Avropa malları Cənubi Qafqazda gətirilə və buradan 3-cü ölkəyə aparıla bilməzdir. Doğru cavab deməli burada C bəndidir. Çünki yasaqlı tarifin əsas məqsədi bunu güdürdü ki, Rus tacirlərini biraz rəqabətdən azad etsin. Sonra D. Avropa mallarının cəmi 50%-dən gömrük haqqı alınırdı. Bu 21-ci ilə
türkdə tətbiq olunan güzəştli ticarət tarifinə aiddir, amma bizdə isə 31-ci ildən tətbiq olunan yeni qaydaları soruşur. Sonra rəhdar sisteminin tətbiqinin nəzərdə tutulması 1836-cı ildə rəhdar ləğv olunubdur. O müddət ərzində var idi. Yəni bizim sualın cavabı burada bu deyil. 13-cü sualda Hülaki hökmdarı Qazan xan və Frank hökmdarı Xlodviqin ümumi cəhəti. Yeni sülalənin əsasının qoyulması. Xeyr, bu doğru deyil. Hülaki dövlətində yeni sülalənin banisi Hülaki xandır, Qazan xan deyil. Frank dövlətində demək Xlodviq yeni sülalənin banisi kimi götürsək də bu doğru cavab ortaq deyil. B. Hakimiyyətləri dövründə idarə etdikləri dövlətin süquta uğramaları. Xeyr. Çünki Qazan xandan sonra Məhəmmədoğlu Çaytu, ondan sonra Əbu Səid, sonra Çobanilər gəlirlər. Uzun müddət hələ bu dövlət varlığını qoruyub saxlayır. Frank dövləti də Xlodviq onsuz da ki ilk hökmdarıdır. Bu da ümumi cəhət deyil. Sonra xristianlığın qəbul etmələri. Xristianlığı qəbul edən hökmdar Xlodviqdir. Qalyanı tutandan sonra yerli əhalini öz tərəfinə çəkmək üçün onların dinini qəbul etdi. Bu ortaq deyil. Yeni dövlət yaratmaları təbii ki bu da deyil. Çünki Qazan xan dövlət başçısı olsa da qurduğu bu dövlət deyildi. Dövləti Hülaki xan qurmuşdu. Yeni din qəbul etmələri bu doğrudur. Çünki Qazan xan özü bütpərəst olsa da daha sonra İslam dinini qəbul edir və İslam dini ölkənin rəsmi dininə çevrilir. Xlodviq də xristianlığı rəsmi din kimi qəbul etmişdi. Ona görə doğru cavab burada E bəndidir. 14-cü sualda Azərbaycanın 3-7-ci əsrlər tarixçi səciyyəvi idi. 3-cü əsrdən 7-ci əsrə qədər. Albaniyanın yeni sülalə tərəfindən idarə edilməyə başlaması. Deməli, Arşakilər sülaləsi 1-ci əsrdə bura düşmür. Deməli, 7-ci əsrə qədər gedirsə, deməli, burada Mehranlar sülaləsini aid eləyə bilərik. Mehranlar sülaləsi 629-630-cu illərdən etibarən 705-ci ilə qədər hakim sülaləyə çevrilir. Yəni, Albaniyanı idarə edir. Bu bir doğrudur. Bir doğru olduğu üçün birin olmadığı cavabları biz ixtisar elədik, getdi. Ondan sonra irsi torpaq mülkiyyət forması mövcudluğu. Sasanilər dövründə mülk və dastakert irsi idi. Ərəb xilafəti dövründə, yəni 7-ci əsrdə də bu irsi torpaqlar demək ki var idi. 2 də doğrudur. 2-nin olmadığı cavabların üstündən xətt çəkirik, gedir və doğru cavabımız avtomatik olaraq A bəndi alındı. 3-də Mehranlar sülaləsinin hakimiyyətinə son qoyulması. Mehranlar sülaləsinin hakimiyyətinə son qoyulması Əməvilər tərəfindən olubdur 705-də. Bu 8-ci əsr eləyir, 7-ci əsrə aid deyil. Ona görə 3 olmazdı. Slavyan dağı yaxınlığındakı ərəblərin məğlub edilməsi Xəzərlər tərəfindən 731-ci ildir. Bu da deməli olmaz. Niyə görə? Çünki bu da 8-ci əsr eləyir. Onsuz da biz bunu götürməmişdik. 15-ci sual. Almaniya Federativ Respublikasının 20-ci əsrin 50-ci illəri və Türkiyə Respublikasının 20-ci əsrin 80-ci illər tarixinə aid ümumi cəhət. A. İqtisadi möcüzənin baş verməsi. Bunu biz doğru cavab kimi götürə bilərik. Niyə görə? Çünki Almaniya Federativ Respublikasının 50-ci illərində Konrad Adenauer kansler idi və onun dövrü Alman möcüzəsi kimi tanınır. Almaniya inkişaf edir, Marshall planı əsasında xeyli yüksəlirdi. Türkiyə Respublikasının 80-ci illərdə demək Turgut Özalın hakimiyyətə gəldiyi dövrdür. Bu dövrdə də onu iqtisadi möcüzələr atası adlandırırdılar. Ona görə doğru cavab burada A-dır. İndi digər cavablara baxaq görək onlar niyə yanlışdır. ABŞ-nin Marshall planı üzrə maliyyə yardımı almaları burada çünki 80-ci illərdə Türkiyəyə qətiyyən aid deyil. Ona görə B düz deyil. İlk parlament seçkilərinin keçirilməsi bu da doğru deyil. NATO-ya daxil olması. Hər iki dövlət 50-ci illərdə NATO-ya daxil olub, Türkiyənin isə 80-ci illərini soruşur. Bu doğru deyil. Hərbi çevrilişin baş verməsi Türkiyədə mövcud idi, Almaniyada mövcud deyildi. Otluq beli döyüşü nəticəsində. Otluq beli döyüşü Ağqoyunlularla Osmanlılar arasında 1473-cü ilin avqust ayının 1-də deməli baş verib. Qaraqoyunlu qoşunlarının qələbəyə ümidlərini burada Qaraqoyunlular iştirak etməyib. Ağqoyunlu qoşunları Osmanlılara qalib gəlib. Xeyr, Ağqoyunlu qoşunları Otluq belində məğlub edilirlər. C. Osmanlılar Ağqoyunlulara qalib gəldilər. Bu doğrudur. Bəli, C bəndi doğrudur. D. Osmanlılar Ağqoyunlularla məğlub oldu, Trabzon tutuldu. Xeyr,
Trabzon 1461-də tutulmuşdu. Qara Yusif, ümumiyyətlə qara qoyunlar yox idi. Doğru cavab burada 16-da C bəndidir. 19-cu sualda 18-ci əsrdə aşağıdakı xüsusiyyətlərin aid olduğu ölkələr. Diqqət eləyirik. 18-ci əsr söhbətinə. İngiltərə ilə müharibə aparılması, konstitusiya qəbul edilməsi. Almaniya 18-ci əsrdə İngiltərə ilə müharibə aparmayıb. Ona görə A bəndi getdi. 18-ci əsrdə İngiltərə Fransa ilə müharibə aparıb. Bu deməli 7 illik müharibəni yada saldı. 1756-cı ildən 1763-cü ilə qədər İngiltərə ilə Fransa arasında 7 illik müharibə oldu. Hindistan və Kanada uğrunda gedən mübarizə idi. İngilislər qalib gəlmişdi. Bu Fransanın nüfuzuna xeyli zərbə vurmuşdu. Bir də ABŞ konstitusiya qəbul edilməsi də bu da olar. Çünki 1787-ci ildə Amerika Birləşmiş Ştatlarının konstitusiyası qəbul olundu. Ona görə doğru cavab burada B bəndidir. 20-ci sualda Azərbaycanın 17-ci əsrə aid inşa edilmiş memarlıq abidələrini soruşur. İrəvanda Sərdar Sarayı 1791-ci ildir. Bu 18-ci əsr olduğu üçün olmaz. Bir olmadığı üçün birlər üstündən xətt çəkirik, ixtisar edirik, getdi. İrəvanda Göy məscid 1764-cü ildə inşa olunub xanlıqlar dövründə. Bu da 18-ci əsrdə 17 deyil. Ona görə 2-nin olduğu cavablar da getdi. Qaldı D və E bəndi. Şeyx Cüneyd məqbərəsi 1544-cü ildə 1-ci Təhmasib tərəfindən Qusarın Həzrə kəndində inşa edilibdir. Bu 16-cı əsr edir. Yəni 3 də olmaz artıq. 3-ü də biz sıradan çıxartdıqsa bizim doğru cavabımız artıq avtomatik olaraq D-dir. 4 və 5. Doğrudan da Suraxanda Atəşpərəstlik məbədi 17-ci əsrin əvvəllərinə aiddir. Burada da 17-ci əsr soruşur. Gəncədə Şah Abbas məscidi demək 1606-1607-ci illərdə inşa olunub. O da 17-ci əsrdir. Doğru cavabımız onsuz da alınmışdır. Digər suala baxırıq. 21-ci suala. 1-ci Dünya müharibəsinin gedişində baş vermiş Sarıqamış döyüşündə Rus ordusunun qələbəsinin səbəbi nə idi? Bu Sarıqamış döyüşləri 1-ci Dünya müharibəsi dövründə çox fəlakətli bir döyüş olubdur. Sarıqamış Anadolunun şərq hissəsində Qars demək ki, Türkiyə şəhərinə yaxın bir ərazidə Allah-Əkbər dağları ətrafında demək ki, yerləşən bir ərazidə baş verib. Osmanlı ordusu həm təchizat baxımından, həm yemək, içmək, silah-sursat baxımından çox zəif bir durumdaydı. Qərb cəbhəsindən demək olar ki, əyni yuxa olan əskərlər hamısı soyuq bir ərazi nəzərə alınmadan göndərilmişdi. Bir gecədə demək olar ki, 86 mindən yuxarı Osmanlı əskəri şəhid olub, don vuraraq şəhid olmuşdu. Ona görə bu sualın cavabını bu tip məlumatla daha rahat tapa bilərik. İrana aid deyil, Nuri Paşa orada iştirakçı yox idi. İngilis generalı uyğun deyil, İngilis-Fransız qüvvələri deyil, canlı qüvvənin və hərbi texnikanın çoxluğu ruslarınki. Bu olar. Doğru cavab burada E bəndidir. Monitorun balaca olmasına görə biz burada 2 sualı ötürmüşük. 17-ci suala qayıdıram. 11-ci əsrin sonlarında Aralıq dənizinin şərq sahillərində torpaqlarda, o cümlədən Suriya və Fələstində Qüds krallığı yaratdılar. Bu 1-ci Xaçlı yürüşüdür. 1-ci Xaçlı yürüşü 1096-cı ildə demək ki, 1-ci kəndlilər getmişlər, onlar məğlub oldular. Amma bir də 1099-cu ildə demək xristian feodallar getdilər. Demək şərq ölkələrini, Aralıq dənizi şərq ölkələrini Fələstin tutdular. Orada Qüds krallığı, Antioxiya, Edesa demək ki, olmaqla 4 dənə krallıq qurdular. Yəni bu səlibçilər. Səlibçi də ərəb dilində səlib xaç deməkdir. Xaçlı yürüşləri nəzərdə tutulur. Doğru cavab burada D-dir. 18-ci sual. 1-ci Dünya müharibəsi dövründə AXC-nin həyata keçirdiyi sosial-iqtisadi tədbir. 1-ci Dünya müharibəsi düzdür, 1914-18-ci illərdə olub, amma AXC 1-ci Dünya müharibəsi dövrünü sosial-iqtisadi tədbirini soruşur bizdən. Bax, birinci tapmalıyıq. Demək, AXC-nin 1-ci Dünya müharibəsi dövründəki dövrü 1918-ci ilin deməli 28 may tarixindən sonra
deməli 1918-ci ilin 11 noyabr tarixinə qədərki olan dövrü nəzərdə tutmalıyıq, həm də sosial-iqtisadi tədbir. Aqrar islahatın keçirilməsi. Aqrar islahat Azərbaycan Xalq Cümhuriyyətində alınmadı, uğursuz oldu. Deməli, B də heç uyğun deyil. Neft mədənlərinin və ticarət gəmilərinin əvvəlki sahiblərinə qaytarılması. Bu doğru cavabdır. Niyə görə? Çünki Bakı Xalq Komissarları Soveti hələ mövcud olduğu dövrdə Bakı şəhəri Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətindən kənarda idi. Onlar neft mədənlərini və ticarət donanmasını milliləşdirmişdilər. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti artıq Bakını öz hakimiyyəti altına alandan sonra, bir müddət sonra 1918-ci ilin 5 oktyabrında Bakı Xalq Komissarları Sovetinin qəbul etdiyi dekretləri ləğv eləyir. Neft mədənləri və ticarət gəmiləri əvvəlki sahiblərinə qaytarılır. D olmazdı onsuz da, çünki Azərbaycan Xalq Cümhuriyyəti ümumiyyətlə konstitusiya qəbulu olmayıb. Xəzər hərbi donanmasının yaradılması isə ingilislərin Thomson ordusunun çıxıb gedəndən sonra Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi gəmilər hesabına Xəzər ticarət donanması qurulmuşdu. Bu da 1919-cu ildir. Birinci Dünya müharibəsi dövrünə düşmür. 22-ci sualda Azərbaycan tarixinə aid deyil. Niqbolu döyüşü 1396-cı ildə Osmanlı ilə Bolqarıstan arasında olub. Bolqarıstan tabe edilib, Azərbaycan tarixinə aid deyil. Xilafətə qarşı Xürrəmlərin üsyanı, bu Azərbaycan tarixinə demək aiddir. Yəni ki, bizim burada doğru cavabımız A bəndi bizim doğru cavabdır. Çünki burada deyili soruşur. Digər cavablara diqqət edək. Xilafətə qarşı Xürrəmlərin üsyanı aiddir. Azərbaycana Bəzz döyüşü aiddir. Müsəlman olmayan əhalidən cizyə vergisinin alınması aiddir. Vəqf torpaq sahibkarlığının demək ki, mövcudluğu da aiddir. 23-cü sual xronoloji ardıcıllığın müəyyən edilməsini tələb eləyir. Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili 1923-cü ilin iyul ayındadır. ZSFSR-in yaradılması 1900, yəni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılması 1922-ci ilin deməli dekabrın əvvəlidir, dekabrın əvvəli. Ondan sonra SSR-nin təşkili 1922-ci il dekabrın sonudur, deməli sonudur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması isə 1924-cü ildir. Ona görə bizim doğru cavabımızı artıq rahatlıqla tapa bilərik. Ən birinci olacaq deməli burada birinci 3. 3-dən sonra gələcək artıq yox 3 olmaz çünki dekabrın sonudur. Birinci 2 olacaq dekabrın 10-u, sonra 3 dekabrın sonu, ondan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, sonra bir də Naxçıvan. Deməli 2, 3, 1, 4 doğru cavabdır. Azərbaycanda alt paleolit dövrü üçün səciyyəvidir. İri tayfa birliklərin yaranması bu Orta Tunc dövrüdür. Bizdən orta paleolitu soruşur. Ulu icmanın yaranması deməli alt paleolitdir, bu doğrudur. Ulu icmanın tamamilə sıradan çıxması bu üst paleolit dövrüdür. Qəbilə yaranır yerində. Qəbilə icmasının formalaşması üst paleolit dövrüdür, olmaz. İlkin dini ayinlərin meydana gəlməsi isə alt paleolit olar. Yəni bizim burada doğru cavabımız nə oldu? 2 və 5. 2 və 5. 25-ci sualda Naxçıvan xanlığına aid xüsusiyyətləri müəyyən edin soruşulur. Müəyyən müddət Qarabağ xanlığından asılı olması. Biz bilirik ki, Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək istəyən xanlıqlardan biri Qarabağ xanlığı idi. Məhz Pənahəli xanın dövründə və İbrahim Xəlil xanın dövründə bu siyasət davam etdirilir. O müddətdə də Naxçıvan demək ki, asılı hala salınmışdı Qarabağ xanlığına. Bir doğrudur. Bayat savaşında iştirak etməsi. Bayat savaşında deməli 1748-ci ildə Şəki Şamaxı qüvvələri Qarabağa qarşı döyüşürlər, qalanı tuta bilmirlər. Ona görə 2 bu Naxçıvana aid deyil. Əsaslı yerli kəngərli tayfasının başçısının qoyması 1, 3 doğru cavabdır. Deməli 1, 3. Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qalması bu da doğrudur. Çünki 1795-ci ildə Ağa Məhəmmədin yürüşü nəticəsində Naxçıvan tutulubdur.
5. Birinci Rus-Qacar müharibələrinin gedişində Rusiya tərəfindən işğal edilməsi. Bildiyimiz kimi, əslində Rus-Qacar müharibəsinin birinci mərhələsində Naxçıvan tutulsa da, amma uzun müddət qalmadı deyə, ona görə onu biz götürmürük. Amma əvvəlki dərsliklərdə bu məlumat yox idi. Yalnız indi yeni dərsliklərdə olduğu kimi burada təzad yarada bilər. Ona görə köhnə dərsliyə uyğun olduğu üçün 2019-cu ildə o dərsliklər var idi deyə burada 1, 3, 4 cavab. 26-cı sual. Dehli Sultanlığı və Osmanlı dövlətinin oxşar cəhətləri. Deməli, Dehli Sultanlığı qurulub 1206-cı ildən 1526-cı ilə qədər. Osmanlı dövləti qurulub 1302-ci ildən 1922-ci ilə qədər. Bu test demək ki, qəbul imtahanında olanda 2019-cu il dərsliklərinə görə hazırlanırdı. O vaxtki dərsliklərə görə Osmanlı dövlətinin qurulması 1302 yox, 1299 idi. Bu ola bilsin ki, bu testdə demək ki, problem yaratsın. Deməli, eyni əsrdə yaranmaları olmaz. Çünki biri 13-cü əsrdə yaranıb, biri 14-cü əsrdə çox böyük ehtimalla demək, həmin dövrdə 1299 götürdüyü üçün eyni əsr doğru cavab kimi götürülüb. Teymurlarla müharibə aparılması. Teymurlarla müharibə aparan Dehliyə Teymur 1398-ci ildə demək ki, hücum eləmişdi. Bunu götürə bilərik. Teymurlarla Osmanlı müharibə aparıb 1402-ci ildə Ankara döyüşü misal çəkə bilərik. Yəni, burada biz 2-ni doğru cavab kimi götürürük. Monqol yürüşünə məruz qalması Dehli Sultanlığı 1221-də 1261-ə qədərki dövrdə, daha doğrusu 13-cü əsrin ortalarına qədərki dövrdə Monqol ağalığında olubdur. Bir müddət sonra da yenidən qalıb, onlar da əladə xərac ölkədən çıxara bilir. Amma Osmanlı dövlətində belə bir şey yoxdur. 16-cı əsrdə süqut edənsə Dehli Sultanlığıdır. Bizə oxşar cəhətlər, bu da doğru cavab deyil. Demək, bizim burada doğru cavabımız yalnız 2 alınır. Dediyim kimi, köhnə test olduğu üçün Osmanlı dövləti 1299-da götürmüş olsaq, orada biri də doğru cavab kimi götürə bilərdik. 27-ci sual. Göstərilən dövlətlərin 20-ci əsrin 20-ci illəri tarihinə aid xüsusiyyətləri müəyyən edin. Türkiyə, Almaniya. Diqqət edirsinizsə, burada Türkiyənin nə cümhuriyyət kimi göstərilmir, nə də ki, respublika kimi nə də ki, Osmanlı kimi göstərilmir. Türkiyə kimi yazılıbsa, bu çox böyük ehtimalla TBM hökuməti nəzərdə tutacaq. Deməli, Millətlər Cəmiyyətinə üzv qəbul olunması. Millətlər Cəmiyyətinə üzv qəbul olunması Almaniya 1926-da demək ki, olubdur, üzvü. Deməli, bu da 20-ci əsrin 20-ci illəri olduğu üçün burada biz Almaniyaya A-nı götürürük. Çünki Türkiyə Millətlər Cəmiyyətinə üzv qəbul olunub, Türkiyə Cümhuriyyəti 1932-ci ildə. Demək, Polşanın bölüşdürülməsində iştirak edən deməli, Almaniya idi. Çünki SSR ilə bölüşdürmüşdülər. Deməli, bu B getdi Almaniyaya. Respublika elan edilməsi. Deməli, bu B-ni götürə bilmirik. Niyə görə? Çünki Polşanın bölüşdürülməsi 30-cu illərdədir, ancaq burada 20-ci il nəzərdə tutulur. Ona görə burada biz görürük ki, B heç birinə aid deyil. Respublika elan edilməsi. 20-ci illərdə Türkiyə Respublika elan edilib, 1923-cü ildə, ona görə 1-ə C-ni götürdük. Hərbi kommunizm siyasəti SSR-də tətbiq olunub, heç birinə aid deyil. Lozannada Antanta ilə sülh müqaviləsi imzalanması isə deməli, Osmanlı dövlətinə aid, daha doğrusu nə Osmanlıya, nə Türkiyə Cümhuriyyətinə aid deyil. Çünki Lozanna müqaviləsi 1923-cü ilin aprelində demək ki, imzalanıb. Ona görə o dövrdə də nə Türkiyə Cümhuriyyəti idi, nə də ki, Osmanlı var idi. Bu TBM, Türkiyə Böyük Millət Məclisi hökuməti idi. Ona görə demək ki, Türkiyəyə də burada götürürük, E-ni yazırıq. 1C-Y, 2A. Doğru cavabımız budur. İndi isə situasiya sualına baxırıq. Demək, dövlət elə bir vəziyyətdə idi ki, çoxluq azlığın zülmü altında idi. Bu zaman xalq zadəganlara qarşı üsyana qalxdı. Üsyan uzun sürən mübarizədən sonra kəskin xarakter aldıqda tərəflər Solonu vasitəsiz seçdilər və dövlətin idarə edilməsini ona tapşırdılar. Solon yeni dövlət idarə etmə qaydaları və yeni qanunlar müəyyən etdi.
hamı bu qanunları yerinə yetirəcəyinə and içdilər. Bu Afina Yunanistan tarixindən bəhs edir. Eramızdan əvvəl 594-cü ildə aristokratlarla Demosu barışdırmaq işinin Solona tapşırılması və onun islahat keçirilməsindən bəhs edir. 28-ci demək tapşırığa baxaq. Tarixi biliklərinizə əsaslanaraq mənbədə göstərilən islahatlardan əvvəl Afinada mövcud olmuş idarə etmə formasını müəyyən edin. Bilirik ki, bu dövrdə demək Afinanın əsasən əhalisi dövlət idarə etmə aparatına rəhbərlik edən ağsaqqallar şurası idi, yəni aristokratlar idi. Ona görə biz bura deməli aristokratlar yaza bilərik. Yəni demək ki, aristokratlar deyə bilərik və yaxud oliqarxiya da deyə bilərik. Çünki azlığın hakimiyyəti də deyə bilərik biz buna. Sonra digər suala diqqət edək. 29-cu sual mənbədə qeyd olunan islahatların keçirilməsinin səbəbini yazın. Hələ eramızdan əvvəl 7-ci əsrə qədərki dövrdə aristokratlarla demoslar arasında uzun müddət mübarizə gedirdi. Demos, yəni azad əhaliyə heç bir hüquqlar verilmirdi. Onlar da heç bir torpağa, heç bir əmlaka sahib deyildilər. Mübarizə aparırdılar bunun üçün. Hətta ölkədə Drakon tərəfindən qanunlar tətbiq olunmuşdu. O da çox sərt qanunlar idi. Xırda səhvə görə hətta ağır cəzalar, ölüm cəzası verilirdi. Bu da sözsüz ki, islahatların keçirilməsini demək ki, iki tərəf arasında mübarizənin nəticəsi kimi məcbur qalıb artıq demək hökmdar Solona iki tərəfi barışdırmaq üçün tədbirlər görməsini istədi. O səbəbdə buna görə 29-cu sualın cavabı bu ola bilər. 30-cu sualda tarixi biliklərinizə əsasən mənbədə göstərilən islahatlar keçirilməzdən əvvəl Afinada siyasi mübarizəni kəskinləşdirən iki əsas amili yazın. Elə burada əsas iki amili yazmağımız nəyə görə lazımdır ki? Çünki Demos hüquqsuz idi, torpaq sahibi deyildilər, onlara dövlət idarəçiliyində imkan verilmirdi. Bütün bu səbəblərin hamısı artıq deməli iki tərəf arasında mübarizəni kəskinləşdirdi. Bu testimiz bugün bu qədər. İzahımız bu qədər.